Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2-ci forumdan keçən dövr ərzində QHT-lərin dəstəyi ilə 19 dövlət proqramı üzrə 67 tapşırığın icrasını 97% nəticə ilə yekunlaşdırıb. Bunu Xankəndi şəhərində keçirilən Azərbaycan Qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumunda qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib. Onun sözlərinə görə Qlobal Cənub QHT platformasının yaradılması Azərbaycan QHT-lərinin beynəlxalq etimad qazanmasında dönüş nöqtəsi olub. Bu təşəbbüsə 116 ölkədən 120 nümayəndə şəxsən, 137 ölkədən isə 1023 nümayəndə imza ilə dəstək verib. Bundan başqa, agentlik dövlət özəl QHT əməkdaşlığının ilk nümunələrini artıq yaradıb. Ekologiya Təbii Sərvətlər Nazirliyi, Qarabağ Dirçəliş Fondu və BIP ilə uğurlu əməkdaşlıqlar həyata keçirilir. QHT-lərin inkişaf və mübadilə proqramları isə uğurla davam edir. Bildiyiniz kimi 6-cı inkişaf və mübadilə proqramı 18-19 oktyabrda Şuşada yekunlaşıb və bununla da agentlik 500-dən artıq qeyri-hökumət təşkilatının bilik və bacarıqlarının artırılmasına nail olub. Qərbi Azərbaycanlıların qayıdış konsepsiyasından irəli gələn təşəbbüslərə dəstək məqsədi ilə bugünə qədər agentlik 100-dən artıq layihəyə maliyyə dəstəyi göstərib. 2026-cı ildə qrant müsabiqələrində bu istiqamət əsas istiqamətlərdən biri olaraq qalıb. Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev çıxışı zamanı bildirib ki, son 2 ildə Azərbaycan QHT-lərinin ən böyük uğuru dünyaya açılmalarıdır. COP29 dövründə 137 ölkədən BMT statuslu 1023 QHT-nin Azərbaycanın lehinə bəyanat verməsi ilk dəfə baş verən tarixi hadisə idi. Prosesin davamı olaraq 115 ölkədən nüfuzlu QHT-lərin iştirakı ilə 2025-ci ilin aprelində Bakıda Qlobal Cənub QHT platforması təsis olundu. Qlobal Cənubda dünya əhalisinin 80% yaşayır. Bu uçsuz-bucaqsız regionun vətəndaş cəmiyyətini ilk dəfə məhz Azərbaycan QHT-ləri birləşdirə bildi. Forumda rəsmi çıxışlardan sonra Türkman irsi, tarixi köklərə sədaqət, dünyaya açılmış Azərbaycan QHT-ləri, təklənməyə qarşı birləşmə texnikası, rəqəmsal QHT konsepsiyası, süni intellekt və rəqəmsal həllər mövzusunda panel müzakirələr aparılıb. Son 5 ildə QHT sektoru çox mühüm bir inkişaf yolu keçibdir. Son 5 ildə biz mühüm və müsbət böyük dəyişikliklər görürük QHT sektorunda. Azərbaycan QHT-ləri beynəlxalq müstəvidə yalnız qlobal problemlərə toxunmur. Həmçinin bu problemlərin həllinə yönəlmiş fəaliyyətlərdə iştirak edirlər bilavasitə və öz töhfələrini verirlər. Düşünürəm ki, növbəti illərdə artıq qlobal şimal təşkilatları Azərbaycan QHT-lərini fərqli sahələrdə benchmark olaraq görəcəklər. Süni intellekt bu dəqiqə vətəndaş cəmiyyətləri üçün böyük imkanlar yaradır. Nəhəng süni intellekt modelləri var ki, əvvəllər vətəndaş cəmiyyəti uzun bir proses, əzablı bir proses çəkərdisə, nəyisə analiz etmək, hansı ictimai nəzarət prosesini həyata keçirmək, böyük məlumat bazalarını analiz edib bir nəticəyə gəlmək. Məsələn, hansısa bir dövlət qurumları deyək ki, üzərində bir ictimai nəzarəti gerçəkləşdirəndə bu statistikaları, dataları analiz edərək tendensiyaları üzə çıxartmaq lazım. Amma bu dəqiqə elə süni intellekt alətləri var. Bir enter düyməsini basmaqla sənə hər şey verir. Yəni sən bir ildə, bir ayda eləcəyini süni intellekt modelindən istifadə edib bir anda həyata keçirə bilirsən. Qeyd edək ki, Xankəndi şəhərindəki Konqres Mərkəzində Konstitusiya və Suverenlik ilinə həsr edilən Azərbaycan Qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumunda 300-ə yaxın QHT iştirak edib.